Dim ikinci hissə çoxalma ontogenez bölməsində 34-dən başlayaraq sualların izahını verəcəm. Bir əvvəlki videomda 1-dən 34-cü suala qədər izahları vermişdim. 34. Sentriolların hüceyrələrin qütblərinə çəkilməsi, nüvədə ikiləşmiş xromosomların görünməsi, bölünmə və tərinin əmələ gəlməsinin başlanması və nüvə qılafının həll olması hüceyrənin hansı fazasında olmasına dəlalət edir. Bu profaza mərhələsindən söhbət gedir burada. 35. Qız xromosomların hüceyrənin qütblərinə çəkilməsi, hüceyrənin qütblərinə çəkilmə anafaza mərhələsində baş verir. 36-da mitozda 2 xromatidli xromosomların 1 xromatidli hala keçməsi, yəni burada da yenə qütblərə çəkilmədən söhbət gedir. Anafaza mərhələsi olacaqdır. Meyozun hansı fazasında hüceyrənin qütblərə tək xromatidlər şəklində çəkilməsi deyilir. Biz bilirik ki, meyoz 1-də tam xromosomlar, yəni 2 xromatidli xromosomlar çəkilir. Meyoz 2-də isə, yəni ikinci bölünmənin anafazasında 1 xromatidli xromosomlar çəkilir. 38. DNT-nin sintezidir. Hansı fazada gedir? DNT-nin sintezi, yəni reduplikasiya, ikiləşmədir. Bu yalnız interfazada baş verir. Drozofil milçəyinin somatik hüceyrəsinin bir nüvəsində 8 xromosom vardır. Bu deyir, onların 4-ü anadan, 4-ü atadan alınmışdır. Bu milçəyin qametlərində atadan və anadan alınmış xromosomların hansı hissəsi, neçəsi hardan gəlməsi cavabda düzgün göstərilmişdir. Demək, 4-ü atadan, 4-ü anadandırsa, 0-dan 4-ə qədər anadandır, 0-dan 4-ə qədər də atadan olacaqdır. 40. Meyozun birinci bölünməsinin anafaza mərhələsində ata və ana xromosomların hüceyrələrin qütblərinə necə paylanır? Bu sual elə kombinativ dəyişkənliyin demək olar ki, birəbir izahı kimidir. Bu konjugasiya baş verdikdən sonra meyoz 1-də anafazada deməli təsadüfi çəkilir qütblərə qametlər. 41. Meyozun hansı fazasında hüceyrənin xromosom sayı fərdin somatik xromosom sayına bərabər olur? Bilirik ki, fərdin somatik xromosom sayı 2-nə bərabərdir. Gəlin bir-bir baxaq. Telofaza 1-də xromosom yığımı 2-dir, amma telofaza 2-də n-dir. Deməli, A variantı ödəmədir. Profaza 2-də n saydadır. Anafaza 1-də isə 2n saydadır. Deməli, bu da ödəmədir. Anafaza 1-də deməli, xromosom yığımı 2n-dir, anafaza 1-də. Anafaza 2-də də 2n-dir. Deməli, doğru ifadəmiz elə C variantı oldu. 42. Naməlum bir orqanizmin embrional inkişafını müşahidə edərkən, siz bu fərdin formalaşması prosesini 7-ci mərhələdə başa çatmasını aşkar etmişsiniz. Bu orqanizm heyvanın hansı sistematik qrupuna aiddir? Deməli, birinci hissə mayalanmanı, ikinci hissə zigotu, üçüncü hissədə blastomelər 2 yerə, dördüncü mərhələdə blastomelər 4 yerə, 5-ci mərhələ artıq morula mərhələsi, 6-cı hissə deməli blastula mərhələsi və 7-ci hissə gastrula mərhələsidir. Gastrula mərhələsi, yəni ektoderma və endoderma qatı əmələ gəlir. Bu isə 2 rüşeym qatı olan canlılarda, yəni bağırsaq boşluqlardan söhbət gedəcəkdir. 43-də yenə eyni sualdır. Yenə deyir, hansı canlıda olacaq? Yenə burada baxırıq ki, gastrula mərhələsində bitmişdir. Bağırsaq boşluqlardan stavromeduzanı veribdir. Y variantını götürəcəyik. 44. Şimpanzenin qametinin A-sosom xromosom sayı 24-dür. Deməli, qametdə A-sosom xromosom sayı 23-dürsə, bir ədəddə cinsi hüceyrə var. Deməli, həmin bu şimpanzenin haploid xromosom yığımı bərabər oldu 24-də. Meyozun birinci bölünməsinin sonunda əmələ gələn hər bir hüceyrədə neçə xromosom, neçə xromatid olur? Meyoz 1, yəni telofaza 1-də xromosom yığımı n, xromatid yığımı isə 2C-dir. Xromatid yığımı ilə DNT yığımı eynidir. N-imiz 24-dür, xromatid də ondan 2 dəfə çox olacaq. Yəni 48 cavabımız D variantı. Şimpanzenin qametində A-sosom xromosom sayı 23-dür. Yenə qamet deyir, qamet haploiddir. 23 xromosom vardırsa A-sosom, bir dənə də cinsi, deməli burada xromosom yığımı eləyəcəkdir 24. Meyozun sonu nədir? N-C.
artıq xromatid və xromosom sayı bərabərdir. Deməli, meyozun sonunda 24 xromosom və 24 də xromatid görə bilərik. Cavabımız olacaq E variantı. 46. İlanın yetişmiş yumurta hüceyrəsinin xromosom sayı 7'dir. Yəni, haploid bərabərdir 7'ye. Bu orqanizmin ilkin cinsiyyət hüceyrəsi meyozun birinci bölünməsinin anafazası. Meyoz 1-in bölünməsinin anafazası 2-in 4C'yə bərabərdir. Xromosom və xromatid sayını soruşur. Deməli, haploidimiz 7 idi. Diploidimiz 14'dür. Hər biri də 2 xromatiddən ibarət olduğuna görə 14 xromosom, 28 xromatid olacaqdır. 47-ci sual ilə davam edirik. Deyir, yetişmə mərhələsində daxil olan neçə hüceyrənin bölünməsi nəticəsində 8 spermatozoid əmələ gələr və bu zaman maksimum neçə hüceyrə gen sahəsinə mübadilə gedər. Deməli, gəlin baxaq meyozun yetişmə mərhələsinə. Ümumiyyətlə, yetişmə mərhələsində bir hüceyrədən əmələ gəlirdi 2 hüceyrə. Daha doğrusu, üzr istəyirəm, yetişmə mərhələsi yox. Gametogenez mərhələsinə baxsaq, gametogenezin 3 mərhələsi vardır. Birinci çoxalma mərhələsidir. Birinci mərhələdə mitoz bölünmə gedir və mitoz bölünmədə birindən əmələ gəlir ikisi, ikisindən 4'ü və beləliklə çoxalmaya məruz qalırlar. İkinci hissə böyümə mərhələsidir. Böyümədə interfaza keçirir hüceyrə və 2'nin 4C'yə bərabər olur. Üçüncü mərhələmiz isə yetişmə mərhələsidir. Yetişmə mərhələsində həmin bu hüceyrə birinci meyoz bölünməyə məruz qalır və birinci meyozdan 2 dənə hüceyrə əmələ gəlir. Meyoz 1'in sonunda nə olur? Xromosom yığımı N2C olur. Sonra həmin hüceyrələr ikinci meyoza məruz qalır və hər birindən 4 dənə hüceyrə əmələ gəlir. Hər birinin xromosom yığımı NC-yə bərabər olmuş olur. Deməli, bir hüceyrə yetişmə mərhələsinə daxil olanda sonda 4'ə əmələ gəlir. 8'inin əmələ gəlməsi üçün, yəni 1'i daxil oldu, 4'ə əmələ gəldi mi? 8 hüceyrə əmələ gəlibsə neçə hüceyrə daxil olmuş olur? Deməli, daxil olmuş olur x bərabərdir 2 dənə hüceyrə. 2 hüceyrə daxil olmuş oldu. Tapdıq birinci bölməmizi. Gəlin indi baxaq görə ikinci hissədə bizdən nə soruşur? Deyir ki, burada neçəsində gen mübadiləsi gedibdir. Gen mübadiləsi deməli baş verir harda? Meyoz 1'də. Meyoz 1'ə neçə hüceyrə deməli məruz qalır? 2 hüceyrə daxil olubdurmu yetişmə mərhələsinə? Elə ikisi də meyoz 1'ə məruz qalacaq. Burada 1 hüceyrə daxil olmuşdu və 1 hüceyrə meyoz 1'ə məruz qalmışdı. Amma 8 hüceyrə əmələ gələndə elə 2 hüceyrə yetişmə mərhələsinə daxil olduğuna görə deməli elə 2 hüceyrədə də gen sahəsinin mübadiləsi, yəni konjugasiya olacaqdır. Cavabımız B variantı. 48. Yetişmə mərhələsinin sonunda 8 spermatozoid əmələ gəlirsə, bu mərhələnin əvvəlində neçə hüceyrə bölünməyə başlamış və 2 xromatiddən ibarət olan xromosomlar qütblərə çəkilmişdir. Yenə deyirik, bir hüceyrə daxil olanda 4'ə əmələ gəlirdi, 8'ə əmələ gələndə x qədərdir, x bərabərdir 2 hüceyrədən söhbət gedir və hər bir 2 hüceyrədə meyoz 1'ə məruz qalır. 2 xromatidli xromosomlar qütblərə çəkilir meyoz 1'in anafazasında. Deməli, yenə söhbət 2 dənə hüceyrədən gedəcəkdir. Cavabımız olacaq deməli C variantı. 49. Normal halda insanın somatik hüceyrəsinin bölünməsinin anafaza mərhələsində 2 ədəd Y cinsiyyət xromosomu görünürsə, bu insan üçün söylənlərdən hansı doğrudur? Y varsa, deməli bu erkək fərddir. Bütün qametlər yalnız X cinsi xromosom daşıyır. Xeyr, çünki yarısı X olmalıdır, yarısı Y olmalıdır. Qametlər qamçısız olacaq. Qamet qamçısız demək yumurta hüceyrədir. Yəni dişi orqanizmə məxsusdur bu ifadə. Doğulan uşaq hemofiliya xəstəliyi geni daşıyacaq. Bilirik ki, oğlanlar hemofiliya daşıyıcısı ola bilmirlər. Deməli yanlışdır. Qametlər qamçılara malik olacaq. Bəli, çünki spermatozoidlər qamçılara malikdirlər. 50. Normal halda insanın somatik hüceyrələrinin bölünməsinin anafaza mərhələsində hüceyrədə yalnız X cinsiyyət xromosomu görünürsə, deməli söhbət qadın orqanizmindən gedir.
və burada da deyəcəyik ki, qametlər qamçısız olacaqdır. 51. İnsanda meyozun ikinci bölünməsinin nəticəsində əmələ gəlmiş hər bir cinsiyyət hüceyrəsində neçə xromosom və neçə xromatid var? Meyozun ikinci bölünməsinin sonunda N-C xromosom yığımına malik olur. Yəni haploid. 23 xromosom, 23 xromatid. İnsanda meyozun birinci bölünməsinin nəticəsində əmələ gəlmiş. Meyozun birinci bölünməsi xromosom yığımı N-dir. Xromatid yığımı isə 2C. Elə DNT də 2C-dir. Ona görə meyoz 1-in sonunda 23 xromosom, 46 xromatid görmək olar. 53. Ada dovşanının ziqotunda 44 xromosom varsa. Ziqot necə orqanizmdir? Diploid orqanizmdir. Diploid oldu 44 xromosom yığımı. Onun quyruq hüceyrəsinin nüvəsində neçə xromosom olar? Quyruq hüceyrəsi də somatik hüceyrə olduğuna görə elə 44 xromosom olacaqdır. 54. Ada dovşanının ziqotunda 44 xromosom varsa, onun yumurta hüceyrəsində neçə xromosom olardı? Bilirik ki, diploid orqanizmlərin qametləri haploid olur. Deməli, 2 N'imiz 44-dürsə, N də olacaq 22. Sxemdə hansı proses göstərilmişdir? Baxın, N və N, yəni haploidlər, hüceyrələr birləşib diploid əmələ gətirir. Yəni, bu nədir? Mayalanma prosesidir. 2 N'dən 2 dənə hüceyrə əmələ gəlib. Hər biri başlanğıc hüceyrə xromosomuna bərabərdir. Deməli, söhbət mitozdan gedir. Çünki mitoz bölünmədə bir başlanğıc hüceyrədən 2 yeni hüceyrə əmələ gəlirdi və başlanğıc hüceyrənin xromosom yığımına bərabər olurdu. Meyozun hansı mərhələsində xromosomlar arasında irsi məlumat mübadiləsi baş verir? Birinci profazadan söhbət gedir. Deməli, şəkildə əsasən söylənilən mülahizələrdən doğru olmayanı hansıdır? Bu şəklə baxanda görürük ki, hüceyrədə artıq xromosomlar bir xromatidli şəkildə qütblərə çəkilirlər. Deməli, burada da olacaq. Qütblərə çəkilən xromosomlar bir DNT molekuluna malikdirlər. Bəli, bu doğrudur. Çünki bir xromatidli xromosom elə bir DNT molekulu deməkdir. Xromosomlar ekvator boyunca düzülərək metafaza lövhəsi əmələ gətirmişdir. Xeyr, artıq bu metafaza lövhəsi metafaza mərhələsindədir. Bu isə artıq anafaza mərhələsidir. Deməli, cavabımız olacaq B variantı. 59. Şəklə əsasən söylənilən mülahizələrdən hansılar doğru deyil? Yenə görürük, proses hansı mərhələdədir? Anafaza. Hardan bildik? Bir xromatidli xromosomlar qütblərə çəkilirlər. Göstərilən mərhələdə diploid orqanizmin xromosom yığımı DNT-nin miqdarı 4N4C-dir. Deməli, burada biz görürük ki, xromosom yığımı 2 dəfə artıbsa, 2-nin 4-ünə çevriləcəkdir. Və bilirik ki, ikiləşmiş hüceyrə də 4C xromosom yığımına xromatid sayı və DNT 4C-yə bərabər olacaqdır. B variantı. Bu mərhələdə xromosomlar bir DNT molekuluna malikdirlər. Bəli, doğrudur. Çünki bir xromatidli xromosomlar çəkilir qütblərə. Xromosomlar hüceyrənin mərkəzində metafaza lövhəsi əmələ gətirmişdir. Xeyr, burada artıq xromosomlar qütblərə çəkilir. Cavab C variantıdır. Şəklə əsasən düzgün olan mülahizəni müəyyən edin. Yenə anafaza mərhələsində görürük. Göstərilən mərhələdə xromosom yığımı və DNT miqdarı 2N4C-dir. Xeyr, 4N4C-yə malik olacaqdır. Xromosomların hüceyrənin mərkəzinə düzülərək metafaza lövhəsi əmələ gətirmişdir. Xeyr, bu anafaza mərhələsidir. Metafaza lövhəsində xromosomlar bir istiqamətdə şaquli vəziyyətdə yığılmalıdırlar. Xromatidlərin hüceyrənin qütblərinə çəkilməsi nəticəsində xromosom yığımı 2 dəfə artmışdır. Bəli, proses anafazadır. Anafazada xromosomlar bir xromatidli xromosomlar şəklində qütblərə çəkildiyinə görə xromosom yığımı 2 dəfə artır. 61. Eyler-Venn diaqramında X, Y, Z-i müəyyən edin. Mitoz bölünmə və meyoz bölünmənin fərqli və oxşar xüsusiyyətlərini deyir. Deməli, baxırıq. X bölünmə vətəri yaranır. Bölünmə vətəri X-də yox, Y-də olmalıydı. Çünki həm meyozda, həm də mitozda yaranır. B variantı. X ilkin cinsi hüceyrələr bölünür. Bəli, ilkin cinsiyyət hüceyrələr mitoz yolla bölünür. Y-ə baxırıq. Hüceyrə qısa ömürlü olur. Y hüceyrəsi deməli qısa ömürlü olur. Qısa ömürlü meyozda olmalıydı. Ortaq cəhəti veribdir.
Deməli B variantı olmayacaq. C-yə baxıram. X yaranan hüceyrə yeni həmin yolla bölünə bilər. Bəli, mitoz bölünməyə məruz qalan hüceyrə təkrar mitoz bölünməyə məruz qala bilər. Bölünmə vətərləri yaranır. Bəli, həm mitozda, həm də meyozda ayəti Y doğrudur. İrsi müxtəliflik yaranır. Bəli, gen mübadiləsi baş verdiyinə görə irsi müxtəliflik yaranır. Deməli 61 C variantı olacaqdır. 62-də bizə verib interfaza mərhələsini. İnterfazanın 1, 2, 3 hissədən ibarətdir. Burada X mitoz bölünməni, Y isə meyoz bölünməni göstərir. Bu 11-ci sinifin dərsliyində verilən bir şəklə əsasən düşmüşdür. Deməli deyir ki, X-də xromatitlərin sayı artır. X-də xromatitlərin sayı artır. Artmaz. X mitozdur. Mitozda xromatit sayı olduğu kimi qalır. Deməli, bir yanlış oldu. Biri götürəcəyik, çünki səhv mülahisəni istəyir. Y gametogenezin yetişmə mərhələsində baş verir. Deməli, Y demişdik ki, nədir? Y deməli, nə oldu? İnterfazadır Y. İnterfaza gametogenezin yetişmə mərhələsində baş vermir. Yetişmə mərhələsi meyoz bölünmədir. Deməli, ikinci ifadəni də götürəcəyik. Y-də xromosom sayı xromatit sayına bərabər ola bilər. Xromosom sayı xromatit sayına bəli, bərabər ola bilər. Çünki Y artıq bizə meyoz bölünməni göstərəcək və meyoz bölünmədə xromatit sayı xromosom sayına bərabər olacaqdır. X-in müəyyən fazasında xromosom sayı arta bilər. Bəli, arta bilər. Çünki anafazada xromosomlar 2 dəfə artır. 6-da da Y-də hüceyrə sayı artır. Xeyr, Y-də hüceyrə sayı artmır. Çünki bu interfazadır. İnterfazada ancaq ikiləşmə prosesi gedir. Deməli, 6 ifadəsi də yanlışdır. 7-də deyil, Y-də xromatit sayı artır. Y-də xromatit sayı artır. Bəli, çünki ikiləşmə gedir. Deməli, qeyd elədik. 62-də nə oldu? X mitoz, Y isə interfazanı göstərdi. Burada 1-də demişdi, səhv götürdüklərimizə baxırıq. X-də xromatit sayı artır. Deməli, mitoz bölünmədir. Mitoz bölünmə prosesində xromatit sayı dəyişmir. Ona görə 1-i götürdük. Y-in deyil, gametogenezin yetişmə mərhələsində baş verir. İnterfaza gametogenezin yetişmə mərhələsində baş verməz. Çünki yetişmə mərhələsində meyoz bölünmə gedəcəkdir. 6-da da deyil, Y-də hüceyrə sayı artır. İnterfazada hüceyrə sayı artmır. Deməli, cavabımız A variantı. Meyoz bölünməni digər bölünmə formalarından fərqləndirən proses hansı terminə uyğundur? Konjugasiyaya uyğundur. Çünki burada gen mübadiləsi baş verir və nəticədə yeni kombinativ orqanizmlərin yaranması mümkün olur. 64. Düzgün olmayan mülahisəni göstərin. Krassingover kombinativ dəyişkənlik mənbəyidir. Bəli, yeni gen mübadiləsinin baş verməsi buna səbəb ola bilər. Homoloji olmayan xromosomlar arasında hissələrin mübadiləsi Krassingover adlanır. Homoloji olmayan yox, homoloji olan olacaqdır. Ona görə B variantımız yanlışdır. 65-də deməli biz burada mitozun bölünmə fazalarını düzgün ardıcıllıqla düzməliyik. Birinci gördüyümüz elə profazadır. Üçüncü olacaq metafaza, 4 anafaza, 2 isə telefazadır. Deməli, profaza, metafaza, anafaza və telefaza istiqamətində düzməliyik. 1, 3, 4, 2. 1, 3, 4, 2 D variantında verilmişdir. 66. Çovdar bitkisinin yarpaq hüceyrələrində 14 xromosom var. Yəni, diploidimiz olmuş oldu 14 xromosom yığımına malik. Bölünən endosperm hüceyrəsində anafaza mərhələsinin sonunda neçə xromosom olacaqdır? Deməli, tapmalıyıq ki, çovdar bitkisində dedik ki, 2n14-dür. 2n14-dürsə, yumurta hüceyrəsi bərabərdir 7-yə. Deməli, sperm də bərabər olacaq 7-yə, çünki qametlər 7-dir. Yumurta hüceyrə 7-dirsə, mərkəzi hüceyrə hər zaman yumurta hüceyrənin 2 qatına bərabərdir. Yəni 2n-ə bərabərdir. 2n də olmuş olur 14. Endosperm nədən əmələ gəlir? Endosperm, sperm üzərinə gəlirik mərkəzi hüceyrə. Yəni n üstə gəlir 2n bərabərdir. N-imiz 7, 2n-imiz isə 14-dür. Deməli, endosperm 21 xromosom yığımına
malikdir və deyir anafaza mərhələsində. Anafaza mərhələsində nə olur? 2 dəfə artır. 21 xromosom yığımı idi, 2 dəfə artdı, oldu 42. 67. Canlının bir nüvəli hüceyrəsində mitoz bölünmənin metafaza mərhələsində 32 xromatid vardır. Metafaza necədir? 2N4C. Mitozda 2N4C'dir. Əgər xromatid 4C-dirsə, deməli 2 dəfə artmışdır. Bu canlının qameti nə olacaq? Haploidə düşməliyik. Yəni 4C-miz 32-dirsə, onun haploidi 8 olacaqdır. Deməli, haploidi 8 xromosom yığımına malikdir. Deməli, davam edirik. 68-ci sual. Əgər hüceyrədə bölünmədən bilavasitə qabaq N xromosom, M molekul DNT vardırsa, mitoz bölünmə nəticəsində əmələ gəlmiş hər bir qız hüceyrədə nə qədər xromosom və DNT molekulu olacaqdır. Bilirik ki, bölünmədən əvvəl interfaza prosesi gedir və interfazada xromosom yığımı 2N, xromatid isə, yəni DNT isə 4C-yə bərabərdir. Əgər ki, mitozdan qabaq elə o 2N-imiz N qədərdirsə və 4C-miz də M qədərdirsə, mitozun sonunda olan prosesdə nə olur? Deməli, profazada hüceyrə daxil oldu 2N4C şəklində. Mitozun sonunda isə xromosom yığımı 2N2C oldu. Baxın, xromosom yığımında heç bir dəyişiklik olmadı. Deməli, N qədər xromosom idisə, sonda da N olacaqdır. Amma DNT molekulu 4C idi. 2 dəfə azaldı, oldu 2C. Deməli, M qədər daxil olmuşdursa, M bölünsün 2 qədər də sonda olacaqdır. Deməli, xromosom yığımı N, DNT molekulu isə M bölünsün 2. Yəni, cavabımız Y variantı olacaqdır. 69-cu sual. Meyozun ilk bölünməsində bilavasitə əvvəl ana hüceyrədə xromosom sayı X, xromatid sayı M, DNT miqdarı D olmuşdur. Birinci bölünmədən sonra yeni əmələ gəlmiş hüceyrənin birində bu parametrlər necə olacaqdır? Yenə meyozdan əvvəl interfaza baş verdiyinə görə 2N4C formasındadır. Və meyozun birinci telefazasında xromosom yığımı N2C şəklində olur və bilirik ki, xromatid sayı da elə DNT molekulunun sayı qədərdir. Əgər xromosom sayı X qədərdirsə, baxın 2 dəfə azaldı. Yəni X bölünsün 2 olacaqdır. DNT miqdarı 2 dəfə azaldı. Yəni M bölünsün 2 olacaqdır. Xromatid miqdarı da eyni şəkildədir. Yəni D bölünsün 2 olacaqdır. Ona görə X bölü 2, M bölü 2 və D bölü 2 ifadəsi doğru olacaqdır. 69-da cavabımız B olar. 70-ci sual. Meyozun birinci bölünməsindən bilavasitə əvvəl ana hüceyrənin xromosom sayı X, xromatid M, DNT D olmuşdur. İkinci bölünmədən sonra əmələ gəlmiş hüceyrənin birində bu parametrlər necə olacaqdır? Yenə bilirik ki, deməli, birinci bölünmədən bilavasitə əvvəl deyəndə birinci telefazanı götürəcəyik. Yəni N birinci telefazada necədir? Birinci bölünmədən bilavasitə əvvəl. Birinci bölünmədən bilavasitə əvvəl, yəni interfaza. 2N, 4C və 4D'dir. İndi sonu götürməliyik. N, C, D. Baxın, xromosom sayı nə qədər dəyişdi? 2 dəfə azaldı. Deməli, X bölünsün 2 olacaqdır. DNT teli və xromatid neçə dəfə dəyişdi? 4 dəfə. Yəni, M bölünsün 4, D bölünsün 4 ifadəsi. Bu da olacaq. Cavabımız Y variantı. 71-ci sual. Mitozdan bilavasitə əvvəl ana hüceyrədə xromosom sayı X, xromatid sayı M, DNT miqdarı D'dir. Yeni əmələ gəlmiş qız hüceyrənin birində bu parametrlər necə olacaqdır? Təkrar deyirik. Mitozda necə idi? İnterfaza keçidi 2N, 4C, 4D şəklində. Və mitozun sonunda necə oldu? Mitozun sonunda xromosom yığımı 2N, xromatid 2C, DNT də 2D olmuş oldu. Deməli, əgər xromosomumuz X qədər idisə, elə X qədər də qaldı. Xromatid 4C-dirsə, M qədərdirsə, baxın 2 dəfə azaldı. 4-dən 2 əmələ gəldi. M bölü 2, elə DNT miqdarı da eyni şəkildədir. D bölünsün 2 olacaqdır. Deməli, X M bölü 2
D böl 2. Yəni cavabımız olacaq C variantı. İnsanın hüceyrəsində meyozun ikinci bölünməsinin profaza mərhələsində neçə xromatid vardır? Bilirik ki, insanda 2n bərabərdir 46-ya. Meyoz bölünmənin ikinci bölünməsi, yəni profazada xromosom yığımı bərabər olur n-ə. Və n nə qədər olacaq? 23. Yəni 46-nın yarısına bərabər olmuş olacaqdır. İnsanın hüceyrəsinin diploid xromosom sayı dəsti 46, şimpanzedə 48, pomidorda 24, drozofildə 8, ev milçəyində 12-dir. Əgər meyozun birinci bölünməsinin anafaza mərhələsinin sonunda hüceyrədə 48 xromosom varsa, bu hüceyrənin yuxarıda göstərilən orqanizmlərdən hansıdır? Meyozun birinci bölünməsinin anafazasında elə xromosom yığımı 2n-ə bərabər olduğuna görə diploid orqanizmin 2n-i 48 olan canlını götürəcək. Bu da şimpanzedir. Şimpanzenin somatik hüceyrəsində 48 xromosom var. Meyozun birinci bölünməsinin profazasında. Meyozun birinci bölünməsinin profazası 2n-ə bərabərdir. Və deyir ki, konjugasiya edən neçə xromosom cütü vardır? Yəni biz burada söhbət gedəcək deməli 24 cüt xromosomlar. Çünki xromosom cütü deyir. Diploidi 48-dir. Cüt olduqda 24 cütdən söhbət gedəcək. 75-ci sual. Elə buradakı qrafika baxanda biz gametogenez mərhələsini görürük. Gametogenez mərhələsinin birinci hissəsi çoxalmağa, bu böyümə mərhələsinə və bu hissədə yetişmə mərhələsinə uyğun gəlir. Şərtdə deyilir ki, heyvanların yumurta hüceyrəsinin inkişafının yetişmə zonasında əmələ gələn A və B hüceyrələri haqqında deyilənlərdən hansı doğrudur? Qeyd edim ki, A hüceyrəsi birinci meyoz prosesindən əmələ gəlmişdir və birinci meyozda xromosom yığımı nəyə bərabərdir? N 2C-yə bərabərdir. B hüceyrəsi ikinci meyozdan əmələ gəlmişdir. Xromosom yığımı N, DNT miqdarı isə C-yə bərabərdir. Deməli, A-da xromosom yığımımız oldu N2C, B-də oldu isə NC. Gəlin, indi baxaq görək nə deyir. A və B-də xromatid miqdarı bərabərdir. A-da 2C-dir, B-də C-dir. Deməli, bərabər olmadı. B mitoz A meyoz. Xeyr, A birinci meyozdan əmələ gəlmişdir. B ikinci meyozdan əmələ gəlmişdir. C-də qeyd edir. A və B-də DNT miqdarı bərabərdir. Xeyr, A-da 2C, D-də isə deməli C-yə bərabərdir. D variantında deyir. A və B-də xromosom yığımı N-dir. Bəli, A-da da N idi, B-də də N idi. Deməli, cavabımız D variantı olacaqdır. 76-cı sual. Heyvanların yumurta hüceyrəsinin inkişafının sxemi verilmişdir. Yenə gametogenezdir və yenə bizdən soruşur ki, meyoz bölünmə harda gedir? Meyoz bölünmə harda getdi? Yetişmə mərhələsi. Yetişmə mərhələsi 4 və 5-ə uyğundur. 4-də birinci meyoz, 5-də isə ikinci meyoz prosesi baş vermişdir. Cavabımız Y variantıdır. 77. Heyvanların yumurta hüceyrəsinin inkişafına yetişmə mərhələsində əmələ gələn A və B hüceyrəsi haqqında deyilənlərdən hansı doğrudur? Yenə qeyd edirəm. A hüceyrəsi meyoz 1-dən əmələ gəlib, xromosom yığımı N2C-dir. B hüceyrəsi meyoz 2-dən əmələ gəlib, xromosom yığımı NC-yə bərabərdir. A və B hüceyrəsində xromatid miqdarı eynidir. Xeyr, xromatid miqdarı A-da 2C-dir, B-də isə C-dir. A və DNT miqdarı bərabərdir. DNT ilə xromatid eyni olur. Deməli, DNT-də A-da DNT 2C-dir, B-də isə C-dir. Yenə 2 dəfə fərqlidir. B-də DNT-nin miqdarı A-dan 4 dəfə azdır. Xeyr, 2 dəfə azdır. B-də DNT-nin miqdarı A-dan 2 dəfə çoxdur. Xeyr, azdır. A-da DNT-nin miqdarı B-dən 2 dəfə çoxdur. Bəli, doğru ifadəmiz olacaq Y variantı.